Mənim üçün böyüklərin xeyir-duası çox önəmlidir. Elə bilirəm ki, böyüklərimiz bir şey ürəkdən arzulayıb diləyirsə, o mütləq reallaşır. Ona görə də istədim ki, evimizin ilk qonaqları böyüklərimiz olsun. Çox həyəcanlı və duyğulu idim. Görəsən onlara layiqli süfrə aça biləcəm. Ona görə də İMSA-nın özəl və zərif qabları köməyimə çatdı. Mən süfrəmi hazır elədim, qonaqlarım da yavaş-yavaş gəlməyə başladı. Evə daxil olduqları elə ilk andan xeyir-dualar səsləndi. İnsan bəzən düşünür, kaş valideynlərimiz ölümsüz olsaydı. Kaş hər sevincimizdə, kədərimizdə də yanımızda olaydılar. Ellerine sağlık. Düşünürəm ki, bugün onları razı sala bildim. Bir zamanlar bizə yemək hazırlayan, süfrə açan böyüklərimiz indi mənim bişirdiyim yeməkləri yeyəndə qürur hissi keçirdim. Allah yeni evinizdə sizə ancaq xoş günlər nəsib eləsin. Firavan həyat, zənginlik, pul para axsız başınıza, inşallah. Bir də arzum odur ki, bu evdən ancaq uşaq səsi gəlsin.